Mail bəy, yaxşı insan olmaq üçün nə etmək lazımdır? Yaxşı insan olmaq üçün məncə birinci insanlara ziyan verməməyə çalışmaq. Mən elə yaşayım ki, heç kimə ziyan verməyim. Kimsə mənim əlimdən narahat olmasın. Mənim hərəkətimdən inciməsin, narahat olmasın. Bəzən biz ya bilərəkdən, hətta bilməyərəkdən belə kimisə xətrinə dəyirik. Olmaz. Kimsə məndən ziyan görməsin. Faydadan əvvəl ziyan görməsini, bu birinci mərhələ budur. Bizim müəllimlərdən biri danışırdı. Deyir ki, iki əmioğlu oturublar bir-birindən biraz mübahisəli söhbətləri var. Bir əmioğlu o birisinə deyir ki, istəyir mübahisəni yaxşı yönə yönətsin, yaxşı nəticələndirsin, bitirsin də bu aqressiyanı. Deyir ki, sən mənim əmioğlum deyilsən. Deyir, o qarşı tərəfdə qayıdıb deyir ki, tutaq ki, sənin əmioğlunlam. Deyir, müəllim deyirdi ki, tutaq ki, nədir? Əmin olsan da. Adi bir söz deyir, tutaq ki, əmioğlunam. Tutaq ki, nədir, əmioğulsan da. Bu qədər həssasdır insanlar. Bəzən o non-verbal communication dilləri, sözsüz kommunikasiya, əlaqə. Söz yoxdur, bədən dili. Bəzən bir adama acıqlı baxmaq sadəcə onu incidir, narahat eləyir. Mən düşünürəm ki, birinci növbədə yaxşı insan olmaq üçün insanların hüquqlarını qorumaq, insanların haqqını qorumaq, insanları dəyərli bir varlıq kimi qəbul etmək, egoizmdən çıxmaq. Tək sən deyilsən, bu şəhərdə yaşayan o olmalıdır, saf olmalıdır. Necə? Niyyət bu olmalıdır ki, əgər mənim imkanım olsaydı, insan bu niyyətlə alışıb yanmalıdır. Hətta alışıb yanmalıdır bu niyyətlə. Niyyətə baxın, əgər mənim imkanım olsaydı, başqalarına maddi dəstək verərdim. İndi yoxumdur. Amma bu niyyət məndə o qədər güclü təsir bağışlayıb, yer eləyib beynimə, ruhuma. Sabah imkanım olan kimi dərhal bunu həyata keçirirəm. Bir də var, bir insan heç ümumiyyətlə özündən başqa heç kimi düşünmür. Özüm, ailəm, uşaqlarım, vəssalam, qonşum acından ölür, qoyulsun. Tanıdığım qohum, qonşu, dost. İnsanlar mənim üçün heç kimdir də, ancaq özüm. Belə bir insanın milyardı da olsa, niyyət yoxdur axı. O niyyət yoxdur, baxış yoxdur onda. O fəlsəfəsində, həyat fəlsəfəsində bu insan həyat tutmayacaq da.